razıyam. Həqiqətən hamınız düz deyirsiniz yəni. Bu qədər vicdansızlıq olmaz. Yəni bu qədər insafsızlıq, bu qədər vicdansızlıq olmaz. Hər şeyin qiyməti günü-gündən artır, maaşlarımız artmır. Neçə il eyni maaşa işləyirik. Yəni müdür içəri girən kimi, bax, hamımız əlimizi stola vuraq, maaş artımı tələb edək. Kişi adamsan. Yəni bir nəfər olsun geri addım atmırıq. Yaxşı? Əlbəttə. Yəni haqqımızı tələb edirik. Haqqımızı tələb edirik. Razıyam, mən razıyam. Yaxşı müdür. Salam aleyküm. Salam müdür, salam. Nasıl problem var, nə yığışırsın? Yox müdür, elə belə yığışmışıq. Hər şey əladır, yəni elə belə Sən yığışmışıq. narazılığınız falan var. Yox müdür, yox. Maaşlarımız da əladır, hər şey vəziyyət əladır. Yəni indi bilmirəm bu dostlardan kimsə etiraz edirsə bilmirəm. Məndə hər şey əladır. Yəni belə baxanda dolanırıq da görkəm. Nə olub ki? Belə insaflı, belə vicdanlı, belə ləyaqətli, belə şərəfli müdürü hardan tapacağıq? Xoşu gəlməyən çıxsın getsin, bu maaşı bəyənməyən getsin başqa yerdə yaşasın. Bizdə hər şey əladır. Mən razıyam. Şəxsən mən heç bir etirazım yoxdur.